Hər birinizi xoş gördük değerli izleyiciler. Bugün sizlerle 20 Aprel 2025 tarixində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanının riyaziyyat suallarının ətraflı izahına baxacağıq. Ətraflı izah verəcək. İlk öncəliklə onu deyim ki, ümid edirəm ki, imtahan nəticələriniz yaxşı gələr. Zəhmət çəkən hər bir kəs öz zəhmətinin qarşılığını alar. İndi isə keçək suallara, sonda isə neçə doğrunuz olduğunu qeyd edərsiniz. İlk sualla başlayaq. İlk sualda bizə deyir ki, irrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? Baxın, görürük bunlar məxrəclər irrasionaldır. O zaman nə edərik? 3/1-i də biz kökə salarıq. 3/1-i kökə salsaq 1 bölünsün, kök altda 9 edər. İndi məxrəc ədəd kiçik olması üçün məxrəc daha böyük olmalıdır. 3/1-dən, yəni kök altda 9-da 1-dən böyük olması üçün də kökün altı daha böyük bir şey etməlidir. Burada görürük 6'dır, 2'dir, 3'dür, 5'dir. 9'dan kiçikdir. Amma bu 1 bölü kök altda 15, 9'dan böyük olduğu üçün kök altda 9'dan. Cavabımız olur D variantı. İkinci suala keçirək. Deyir ki, tənliyi həll edin. Kvadrat tənlikdir. Heç kvadrat kimi həll etməliyik. X'i çıxartsaq 4x minus 3 bərabərdir 0. Hansı halda 0 olar? X bərabərdir 0 və 4x minus 3 bərabərdir 0. Buradan da x bərabər olur 3 bölü 4'ə. 3 bölü 4. Cevabımız olur deməli 0 ilə 4'də 3. Yəni B variantı. 59-cu sualda deyir ki, kök altında bu ifadəni hesablayın. Kök altda 0,25'dən 0,5 çıxar. 0,5'in kvadratıdır. 16'dan 4 çıxar. 0,36'dan da 0,6 çıxar. Bunu hesablasaq, deməli 2 vurulsun 0,6, o da 0 tam, daha doğrusu bir dəqiqə. O da eder 1,2. Cevabımız olur 1,2. A variantı. 60-cı sualda deyir ki, A minus x plus A minus A minus x minus A ifadəsini sadələşdirin. İlk öncəliklə məxrəci qoşmalarına vurarıq. Həmçinin sürət də vurmalıyıq. A vurulsun x plus A-nın qoşması x minus A olacaq. Minus A vurulsun x plus A. X minus A-nın qoşması. Bunu da məxrəci də yazarıq. X minus A vur x plus A. O da elə bizə verəcək x kvadrat minus A kvadrat. Burada da x kvadrat minus A kvadrat. İndi bunu sadələşdirsək, yazarıq ki, ax minus A kvadrat minus artıq bunları birləşdirsək, ax minus A kvadrat. A kvadrat bölünsün x kvadrat minus A kvadrat. Ax-lər buradan gedər. Yerdə qalar mənfi 2A kvadrat bölünsün x kvadrat minus A kvadrat. Burada da nə edərik son olaraq? Deməli, ifadəni aldıq burada. Bir dəqiqə buradan qeyd edim. Mənfi 2A kvadrat bölünsün x kvadrat minus A kvadrat. Görürük ki, cavablarda bu yoxdur. O zaman x kvadrat ilə A kvadratın yerini dəyişsək burada. A kvadrat minus x kvadrat yazsaq, qarşısına bir dənə mənfi atılmalı olar. Bu mənfi ilə də bu mənfi bir-birinə aparar. Yerdə qalar 2A kvadrat bölünsün A kvadrat minus x kvadrat. Bu da hansı cavabda olacaq? A kvadrat minus x kvadrat olacaq. B variantı. Doğru mu? Doğru. Bu qədər. Keçdirək 61-ci suala. Deməli, 61-ci sualda bizə nə deyir? Deyir ki, bu ifadəni sadələşdirin. Sadə bir sualdır. Deməli, yazarıq 0,36 vurulsun digər ədəd 9'da 20, 9'da 20. Bu belə. Yenə evimizin yanında toydu deyəsən, eybi yox. Deməli, necə yazarıq? Bunu da bu şəkildə yazarıq. 0,36-nı. 36 böl 100. Buradan 4 qalar, buradan 5 qalar. Bu 5'də 4 edər. Bu qaldı 5'də 4. Yəni artıq keçək digərlərinə. Deməli, A-lardan nə var? A üzü mənfi 5. Vurulsan A üzəri 4. A-lar getdi. B-lərdən nə var? Bu verəcək ki, A üzəri mənfi 1. B-lərdən B üzəri 6. Vur B üzəri mənfi 4. Bu verəcək B kvadrat. C üzəri 3. Vur C üzəri mənfi 5. Bu da verəcək C üzəri mənfi 2. Deməli, ifadəmiz nə şəkildə olar? 5'də 4 vurulsan A üzəri mənfi 1 vur B üzəri 2 vur C üzəri mənfi 1.
Bu da elə verəcək bizə B variantı. Keçək 62-ci suala. Deyir ki, dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizlə ifadəsi göstərilmişdir. Televikant bu nədir? Bunu mən oxuya bilmirəm. Şagird necə oxusun? Televiktaroniyada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Görək ki, faizlər bilirik ki, faizi ən yüksək olan ehtimalda ən böyük olur. Elə ehtimallı faiz demək olar ki, eyni şeydir burada. Deyir ki, iqtisad fakültəsinin və riyaziyyat fakültəsinin tələbələri. Baxırıq, iqtisadla riyaziyyat. Cəmi neçə edir? 21 plus 14. Bu bizə verir 35. Bu qaldı. İqtisadiyyat tək deməli neçədir? 14'dür, bu getdi. Riyaziyyat tək 21'dir, bu getdi. Sosial elmlər 26'dır, bu getdi. Təbiət elmləri isə görürük 39'dur. Deməli, ən böyük neçəymiş? 39% təbiət elmləri, yəni Y variantı. Keçdik 63-cü suala. 63-cü sualda deyir ki, kubun tilini bir vahidə artırsaq, onun həcmi 19% artar. Kubun tilini tapın. Baxın, kubun həcm düsturu neçəydir? A kub. Bu V'yə bərabərdir. A plus 1'in kubu isə bərabərdir V plus 19'a. İndi hesablasaq, A kub plus 3A kvadrat B, yəni burada B'miz 1 deyilə, plus 3A vur 1 plus 1 bərabərdir V plus 19. Biz demişdik elə A kub nəyə bərabər idi? V'yə. Bunun yerinə V yazarıq. V'lər gedər. Yerdə qalar nə? 3A kvadrat plus 3A. 19'u da bu tarafa getirsək, 1 minus 19 mənfi 18 bərabərdir 0. Hər tərəfə 3'a bölsək, A kvadrat plus A minus 6 bərabərdir 0. A və mənfi müsbət 3, mənfi 2 olaraq ayırsaq. Köklər nə olacaq? Mənfi 3, müsbət 2. Tərəf mənfi ola bilməz, bu gedir. Cavabımız olur, tərəfimiz 2 imiş. Yəni Y variantı. Sonra, deməli 64-cü sualda deyir ki, A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A minus 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Deməli 3A plus 9 bərabər olmalıdır 3 vurulsun 4A minus 18-dən. 3A plus 9 bərabərdir 12A minus deməli 30, o da 24. 54. Yazarıq ki, 9A bərabərdir. 9A bərabərdir. 54 də bu tərəfə keçirsək edir 63. A da bərabər olur 7-yə. Cavabımız neçəymiş? 7. Yəni A variantı. Bu da belə. Keçdik 65-ci suala. 65-ci sualda deyir ki, düstur sualdır. Düsturu bilmək lazımdır. Daxili bucaqlarının cəmi 1800 dərəcə olan qabarıq çoxbucağının tərəflərinin sayını yazın. 180 dərəcə vurulsun M-2 bərabərdir 1800. M-2 bərabərdir 10. M bərabərdir 12. Tərəflərimizin sayı neçəymiş? 12. Yəni Y variantı. Sonra keçdik 66-cı suala. 66-cı sualda deyir ki, 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən hər biri bir dəfə iştirak etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Deməli, ən böyük olacaq, düşsək, 9, 7, 6, 5, 3, 1. Ən kiçik də bunun tərsi. 1, 3, 5, 6, 7, 9. Bu fərqi hesablasaq, alarıq ki, 840.000, 852, yəni C variantı. 67-ci sualda deyir ki, velosipedçi 24 km/saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Velosipedçi həmin yolu 18 km sürətlə neçə saata geri qayıdar? Deməli, yolumuz nə qədərdir? 24 vurulsun 1,5 saata gedibsə, bu bizim yolumuz olacaq, o da 36 km. İndi 18 km ilə getməsi üçün 36 bölünsün. Bir dəqiqə. 36 bölünsün 18. O da bizə 2 saat cavabını verir. 2 saata qayıdar. Keçdik 68-ci suala. Deyir ki, bu ifadənin qiymətini tapın. Yuxarı bizə müxtəsər vurma düsturu verir. 10 minus 8 vur 10 plus 8. Böl 18. Bura bizə elə 18 verəcək. 18-ə gedər. 10 minus 8 də bizə 2 verir. Cavabımız olur 2. Yəni C variantı. 69-cu sualda deyir ki,
x minus 4'ün kvadratı plus y'in kvadratı bərabərdir 52 çevrəsinin o y oxu ilə toxunmasına, yəni x bərabərdir 0. Kəsişmə nöqtəsinin koordinatlarını tapın. X'in yerinə 0 qoysaq, deməli 4'ün kvadratı 16 plus y kvadrat bərabərdir 52. Y kvadrat bərabərdir 36. Y bərabərdir müsbət 6. Y bərabərdir mənfi 6. Koordinatlarımız nə oldu? 0 müsbət 6, 0 mənfi 6. Bu da C variantı. Bu da belə. Keçid edirik 70-ci suala. Deyir, istənilən boş olmayan ABC çoxluqları üçün hansı münasibət doğru deyil? Deməli, bu belə. Bu da belə. Baxın, deyir ki, A birləşir A ilə B-nin kəsişməsi ilə. Bu elə bizə A-nı verir. Bu doğru. Bu doğru. Bu getdi. B-yə baxaq. A kəsişir. Bir dəqiqə. A kəsişir. B kəsişirsə, bu da A kəsişir, B kəsişirsə, hər üçündə bu hissəni verəcək. Yəni bu da doğru. C-yə baxaq. A birləşmə B-nin alt çoxluğudur. A buranın alt çoxluğudur. Doğrudur. Bu da getdi. Y-yə baxaq. A kəsişmə A bizə A-nı verəcək. Bəli, A ilə A-nın kəsişməsi ilə A-nı verir. Bu da doğru. D variantına baxaq. B kəsişməsinin alt çoxluğudur. Bu ola bilməz axı. B kəsişməsi tutalım ki, baxın. Bir dəqiqə. Bura B, bura C olsun. Bura B ilə C-nin kəsişməsi, bura isə bütövlükdə B. Necə axı? Bilirik ki, kəsişmə daxil olma nə deməkdir? Daxil olma o deməkdir ki, daxil olan ədəd bu çoxluqda B kəsişməsi ilə B-nin bütün elementləri, hətta daha çoxu var. Axı kəsişmədə daha az element olur, nəinki bu B çoxluğundan. Ona görə yanlış olan variantımız və bizim seçməli olduğumuz variantımız D variantıdır. Keçək 71-ci suala. Çox sadə bir sualdır. Radiusu 7,5 cm olan dairənin diametrini tapın. R bərabərdir D bölü 2-dən. Yazarıq ki, 7,5 vur 2, o da 15 verər. Cavabımız olur 15, yəni D variantı. Keçdik bu suala. Deyir ki, bərabərsizliyin ən kiçik tam həllini tapın. İlk öncəliklə nə edərik? 4'ə vursaq, alarıq ki, birinci ifadəni hər tərəfi 4'ə vuraq. 3x bölü 2-ni 4'ə vursaq, alarıq 6x. Minus 3 bölü 4'ü 4'ə vursaq, alarıq ki, 3. Kiçikdir. 4x vurduqda 4'ə 16x. Minus 20. İndi yazarıq. Deməli, bunu bu tərəfə keçirsək, 10x böyükdür. Mənfi 17'dən. Bir dəqiqə, yox. Müsbət 17'dən. X böyükdür 1,7'dən. Deyir, ən kiçik tam həllini, ən kiçik tam həllidə bizə 2 cavabını verəriz. Cavabımız olur 2. Cavabımız oldu 2. Keçək növbəti suala. Burada bir yanlışlıq olmadı ki. 10x, 17, heç bir yanlışlıq yoxdur. 73-cü sualda deyir ki, avtobusda 30 nəfər var idi. 30 nəfər. Birinci dayanıcıqda 7 nəfər düşdü. 9 nəfər mindi. İkinci dayanıcıqda 14 nəfər düşdü. 4 nəfər mindi. Nəticədə neçə sərnişin oldu? Deməli, 7 çıxsaq, ardıca da 14 çıxsaq, 21. Buranı düzəldək, müsbətdə. 21 çıxsaq 9 qalır. Üzərinə 9 gəlsək 18, üzərinə 4 gəlsək 22. Cavabımız olur 22. Keçdik 74-cü suala. Deyir ki, AB və CD parçaları Y nöqtəsində kəsişir və yarıya bölünür. Deməli, bura bərabərdir, bura bərabərdir. Və deyir ki, BY 7 AD 6, 4, 9. Deməli, 6K, 4K və 9K. Yoxsa buranı demir, bir dəqiqə. Yox, YD deyir. Yox, YD doğrudur. 4K. BY. Bura 6K. Onsuz yarıya bölündüyü üçün burada eyni olacaq. Burada deyir 9K'dır. O zaman burada bərabər bölündüyü üçün 4K olur. Və bu bucaqlar bərabər olduğu üçün burada 9K olur. Bizə verir ki, perimetr, 3 bucağın perimetri, yəni 9K
plus 6K plus 4K bərabərdir 38'e. 19K bərabərdir 38'e. K bərabərdir 2'ye. Və bizə deyir ki, CB-ni, yəni 9K-nı tapın. 9K bərabərdir 9 vur 2. O da bərabər olacaq 18. Cavabımız olur 18. Bu da belə. Sonra keçdik növbəti suala. Deyir ki, YF paraleldir AC-yə. Bura paraleldir. Və bura 3. Bura 3'dür. Bura isə 9'dur. Deməli, bura 3 9'dursa, deməli nisbət nə olacaq? 3'də 1. Bizdən buranı istəyir. Deməli tərəflərin nisbəti bu üç bucağa nisbəti bildirik, oxşar üç bucaqlardır. Nisbət 9'dur. O zaman bura x desək, x bölünsün x plus 3 bərabər olacaq 1 bölünsün 3 bölü 9, yəni 1 bölü 3'ə. O zaman 3x bərabərdir x plus 3'dən. Alarıq ki 2x bərabərdir 3, x bərabərdir 1,5. Cavabımız olur 1,5. Növbəti suala keçdik. Deyir ki, mətbədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Çapın növü deməli 1-dən 1500 vərəqə kimi 0,6 qəpik, rənglisi 0,6, ağ-qarası isə 0,35 qəpik. 1500-dən çox vərəq, vərəqin çap qiyməti. 1500-dən çox vərəq isə 0,45, rəngli 0,3, 30 qəpik isə ağ-qaradır. Elnur bu mətbəədə 5də 1-i ağ-qara, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Buna görə mətbəəyə neçə manat pul ödəməlidir? 4000-in 5də 1-i verəcək 800. Deməli 3200-ü rəngli, 800-ü qara. Qara rəngli. 800 deyirsə 1500 aşmadığına görə 800 vurulacaq ağ-qara 0,35 qəpikdən. Rəngli dediyinə görə 3200 isə 1500 aşdığı üçün vurulacaq 0,45 qəpikdən. Bunu indi hesablasaq cavabı alarıq. Bu bizə verəcək 800 vur 35 280 manat. 3200 vur 45 isə gəlin belə hesablayaq. 32 vur 45 32 vur 45 45. Belə hesablasaq deməli 160, bu da ki 128 0 4 4 1440 manat. 1440. Cəmləsək neçə olacaq? Deməli 1720 manat. 1720 manat. Cavabımız olur 1720. Deməli burada cavabımız neçə oldu? Bir səhv yoxdursa 1600 1720. Hə. Cavabımız olur 1720 manat. Keçdik deməli sadə bir sistem tənlik sualına. X, Y hasilini tap deyir. Tərəf-tərəfə toplasaq 3x bərabərdir 21-dən, x bərabərdir 7 taparıq. O zaman y-i də burada yerinə qoyacaq. 7 plus neçə bizə 12 verər? 5. Y-də 5 olur. X vur y bərabərdir 7 vur 5, o da 35 verər. Cavabımız olur 35. Keçdik ətraflı yazı suallarına. Deməli buralığı silək, yer açılsın. Deyir ki, bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Deməli, yazarıq ki, A vurulsun 0,25 bərabərdir B vur 0,5. %5 yox, 10,5, %50 yəni. Deməli, buradan alırıq ki, A bərabərdir 2B-yə və deyir ki, A minus B bərabərdir 60-a. O zaman 2B minus B bərabərdir 60-dan. Tapırıq ki, B bərabərdir 60. A da bərabər olur 2 misli 120. Bizdən nə istəyirdi? Cəmi tapın deyirsə 120 plus 60 bərabərdir 180. Cavabımız olur 180. İkinci suala keçid edək. Deyir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir və Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Baxın, görürük ki, sadə bir hesablama ilə bizim 150 manat pulumuz varsa, günə 1 manat 50 qəpik xərcləyiriksə, bura 1 manat 50 qəpik xərcimiz artacaq. 150-dən isə 1 manat 50 qəpik çıxacaq. Deməli, eyni qədər bura azalır, bura artır.
Məntiqlidə xərcimiz artdıqca qazancımızdan çıxılır. Və burada bərabərləşibsə, bu hissədə görürük ki, bərabərləşib. O zaman bura bərabər olacaq A, 2A bərabərdir 150, A bərabərdir bu hissə 75. Deməli 15 gündə pulunun yarısını bitirib. Pulunun yarısını 15 gündə bitiribsə, yazarıq ki, neçə günə bitirər? Yarısını 15 günə bitiribsə, 2 misli, yəni ümumi pulu bitirər 30 günə, 30 gün. Və yaxud da belə bir hesablama apara bilərik. Görürük ki, deməli, burada nə qədər pulu qalıb? Yarısı qalıb, yəni 75 manat. 15 günə. 15 gündə 75 manat xərcləyib. O zaman 75 bölünsün 15, 5. Günə nə qədər xərcləyib? 5 manat. 150 bölünsün 5 bizə neçə verər? 30. Yenə 30 gün cavabı çıxır. Cavabımız olur 30. Keçdik 80-ci suala. Deyir ki, S bucağını tapın. Baxın, belə bir deməli fiqurdur, belə. Bunu birləşdirsək, bura 100-dürsə, bura olacaq 80 dərəcə. Buranı da verib 50 dərəcə. Bilirik ki, 3 bucağın 3-cü xarici bucağı 2 daxili bucağın, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. 80 plus 50 də bizə verər. Deməli 130 dərəcə. Cavabımız olur 130 dərəcə. Keçdik son suala. Son sualda bizə deyir ki, tərəfi 8 sm olan ABCD kvadratında S1-in S2-yə nisbəti 9/1-dir. O zaman K kvadrat 9/1-dirsə, K neçədir? 3/1. Tərəf nisbətimiz 3/1-dir. Tərəf də 8-dirsə, 3/1 8. O zaman bura olacaq 3K. Eyni ilə burada olacaq 3K. Burada olacaq K. Eyni ilə burada K 3K. O zaman 4K bərabərdir 8 tərəfimiz. K bərabər olur 2-yə. Buranı da biz demişdik 3K 3K. O zaman 6K olur. 6K nə idi? 3 vurulsun 2. 3 vur 2. Cavabımız olur 6. Bu tərəfimiz. Düzbucaqlı 3 bucağın da tərəfi 6-dırsa 6 6. Sahəsi neçə olacaq? 2/1 vurulsun 6-nın kvadratı. 36-nı da 2/1 vurduqda cavab 18 edir. Cavabımız olur 18. Yəni nəticə olaraq cavabımız oldu 18. Bu qədər sadə. Belə əzizlərim, sizinlə 9-cu sinif imtahanına düşmüş 25 sualın ətraflı izahına baxdıq, ətraflı izah etdik. Ümid edirəm sualların hamısı aydın oldu. Dediyim kimi nəticələrinizi şərh bölməsinə gözləyirəm. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a emanet olun.